yoxdur. Baxın, və orta məktəbdə keçirilən dərslə repetitorun keçdiyi dərs arasında dağlar qədər fərq var. Emin müəllim deyir ki, keçən dəfə briefingdə bir sözü vardı. Bir müəllim əgər məktəbdə dərs keçdiyi uşağa deyir, götürüb aparıb evində dərs keçirsə, o adam vicdanı yoxdur. Ya bu bəs deyiləcək kəlmə deyil. Niyə görə? Ay müəllim. Birinci düşünmək lazımdır. Bu sözü deyəndə bir fikirləşmək lazımdır ki, bu adam, yəni bu müəllim siz buna 40 dəqiqə vaxt verirsiniz. 40 dəqiqə ərzində sinifə 40 uşaq yığırsınız. 40 uşaq 40 dəqiqə. Və bu uşaq repetitor sözünün mənası repeat, təkrar eləmək deməkdir. Repetitor müəllim deyil. Yəni repetitor orta məktəb müəllimi deyil. Oradakı vəzifə başqadır. Repetitorun üstündəki öhdəlik tamamilə başqadır. Repetitor məktəbdə repetitor fəaliyyətini sinifdə apara bilməz. Çünki sən ona hazır proqram verirsən, deyirsən ki, bu günlərim 10-cu sinifdəsən, ədəbiyyat dərsidir. Sən Məhəmməd Füzulinin Məni candan usandırdı qəzəlini keçməlisən. Bugünün proqramı, verilən sənəd bizə budur ki, bugün Məni candan usandırdı keçirilməlidir və 2 dərs Məni candan usandırdı üstünə qalmalıdır. Amma repetitor nə iş görür? Repetitor bir dərs ərzində Məni candan usandırdı, nə bilim, orada götürür Bahariyə, Dəhnamə, Leyli Məcnun 4-ün birdən keçir. Çünki proqram çatdırmalıdır. Sizin məktəbdə 6 ilə keçdiyiniz şeyi repetitor 6 aya çatdırmalıdır. Adı üstə repetitor, yəni repeat yenə deyirəm, təkrar elətdirən. Sən məktəbdə heç bir müəllimə deyənmərsən ki, dərsini bu cür qur. Çünki sənin verdiyin proqramla Dövlət İmtahan Mərkəzinin proqramı üstə düşmür. Yəni sən burada məktəb proqramı ilə dim imtahan götürməməlidir orada. Çünki dim imtahanı ilə orta məktəbdən bal yığan uşaq inandırım sizi mümkün deyil. Mən sizə bir şey deyim. Bax, yaxınlarda keçən il yayda mən müəlliməm. Pedaqoqam, dil ədəbiyyat müəllimiyəm. Keçənlərdə yayda Şəki şəhərinin bir kəndindən bir qız reklam olundu. Sosial şəbəkədə reklam olundu ki, 680 balla mı, 70 balla mı hazırlıqsız universitetə qəbul olub. Şəki məktəbindən, kənddən deyil. Siz buna inanırsınız? İnana bilməyin, inanmayın. Biz nə görə inanmayın? Onu mən videonun çıxandan sonra sizə göstərərəm. O uşaq Şəki görməyib. Bax, deyirlər bunu. O uşaq Şəki görməyib. O 680 bal da Şəki məktəbinin uğuru deyil, Bakı repetitorun uğurudur. İnandırım sizi, Şəkili ləhcəsini gizlədə bilməz. Söhbət 16-17 yaşında uşaqdan gedirsə. 16-17 uşaq Şəki kəndindədirsə, o uşaqda Şəki ləhcəsi olar, yoxsa yox. Yəni nə deməkdir bu? Uşağın adı məktəbdə gedir. Şəki kəndində məktəbdə gedir. Və plus da uşaq baxırsan ki, bu uşağın danışığından, bu uşağın rəftarından, özünü ifadə etməyindən bilirsən ki, bu adam Şəki üzü görməyib. Geyimindən, keçimindən görürsən. Yəni Bakı uşağıdır, adı Şəki məktəbində. Mən pedaqoqam, o uşağı mənə ver. Mən o pedaqoqla həmin uşaqla 10 dəqiqə söhbət edeyim. Biləcəm ki, o uşaq kəndi tanımır. Bunun özüm şəxsən birə-bir şahid olmuşam, amma məsələn sizə xatırladım, bir 10 il əvvəl indi daha üstündən keçib Nəzrin deyə bir tələbəmiz olub. İndi inşallah bəlkə də yayıma baxır. Daha bilinməyəcək hansılarda yüzlərlə Nəzrin dərs keçmişəm. Nəzrin adı Yevlaxda bir kənddə məktəbdə gedirdi. Bir kənd məktəbində qız qəbul imtahanından 660 bal yığdı.